Salam əziz izləyicilərim, Gülün mətbəxinə xoş gəlmisiniz. Bugün mətbəximizdə sizlər üçün dadlı, ləzzətli, süngər kimi yumuşaq, ən əsası evdə olan ərzaqlarla hazırlaya biləcəyiniz zebra keksi hazırlayacağıq. Zebra keksi üçün 4 yumurta, 1 stəkan yarım şəkər tozu, yarım stəkan süt, 1 stəkan duru yağ, 2 xörək qaşığı kakao, 1 ədəd qabartma tozu, 1 ədəd vanilin, 2 stəkan yarım un, yarım stəkan qoz ləpəsi. Bütün ərzaqları qarışdırıb videodakı kimi hazırlayırıq. İstədiyiniz formaya əlavə edib öncədən qızdırılmış 180 dərəcəli sobada 35-40 dəqiqə ərzində hazır olana bişiririk. Hazırlayacaq olan hər kəsə nuş olsun. Kanalı bəyənib abunə olmağı unutmayın. Gülün mətbəxində yeni videolarda görüşənədək.